Salam dostlar, bu günləri rusların çox məşhur bir keksi olan manaşka və yaxud da rahibə keksini hazırlayıram. Adı bilmirəm niyə belədir, amma olduğu kimi də qeyd edirəm. Bu keks şokolad sevənlərin əsl sevimlisi olacaq. Ağızda əriyən, bol şokoladlı, nəmli bir keksdir. Bir qabda yumurtaları bir çimdik duzla və şəkər tozu ilə ağarana qədər çırpırıq. Daha sonra duru yağ, un və qabartma tozunu da əlavə edib qarışdırırıq. Xəmiri qəlibə töküb əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 40 dəqiqəyə bişiririk. İndi isə möhtəşəm şokoladlı sousunu hazırlayaq. Bir qazan çaya su və şəkər tozunu əlavə edib qaynayana kimi bişiririk. Qaynadıqdan sonra 10 dəqiqədə bişirib ocağı söndürürük. Üzərinə kakao və kərə yağı da əlavə edib qarışdıra-qarışdıra yağ tam əriyənə qədər bişiririk. Sousumuz tam soyandan sonra biraz da qatılaşacaq və soymuş biskvitin üzərində bu şəkildə dəliklər açıb soymuş sousu bura tətbiq edirik və biraz da saxlayırıq ki, tam olaraq canına çəksin. Və budur o möhtəşəm nəticə. Hər tərəfi bərabər şəkildə islanmış, nəm, yumşaq və bol kakaolu bir keks alındı. Bu keks ağzınızda əriyəcək. Yanında bir fincan ətirli çayla bu ləzzət tamam başqa aləmdir. Çəngəli vuran kimi necə asanlıqla bölündüyünü görürsünüz. Mütləq hazırlayın və fikirlərinizi mənimlə paylaşmağı unutmayın. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Hələlik.